bir an fikirləşdim ki, qısa bir söz deyəm, amma biraz fərqli olsun. Mənim çıxışlarımda dinləyənlər var. Allah bizə əmanət etdi. Bu əmanət kişi və qadın. Allah bizə evlad əmanət etdi. Allah bizə vətən, dövlət, millət, dinə əmanət etdi. Və bu bütün əmanətlərin qorunmasında xüsusi rolu olan Azərbaycan məktəbi və müəllimi var. Bugün biz ona görə qürurluyuq ki, bizim şəhidimiz bizə əmanət, qazimiz bizə əmanət, insanımız əmanət, təbiət və cəmiyyət də əmanətdir, əzizlərim. Tərsinə xidmət göstərən hər kəsin qarşısında baş əyirəm. Çox ciddidir valideyn, müəllim, şagird üçlüyünün idarə olunması. Baxın, valideyn öz əmanətini müəllimə əmanət etdi. Müəllim isə bütün cəmiyyətdə birinci şəxsdən tutmuş Eldar xanıma kimi hamımızın cəmiyyətdəki mövqeyində xüsusi əməyi var. Eşq olsun Azərbaycan müəlliminə, eşq olsun bu təşkilata, sizə olmalar. Çok sağ olun, çok sağ olun.